Hüseyni tanımaq lazımdır. Tanımağın bir yolu onun sözlərindən keçir. Elə məhz buna görə qərara gəldim. Mədinədən Kərbəlaya. Mədinədən Kərbəlaya. Həzrəti İmam Hüseyin Kərbəlaya getməmiş birinci Mədinədə idi. Mədinədən gəldi Məkkəyə. Məkkədən gəldi Kərbəlaya. Mədinədən Kərbəlaya. Haçan gəldi, inşallah deyəcəm sizə. Və bu yol və bu xəttdə müəyyən məntəqələri keçdi. Müəyyən məntəqələrə dayandı, danışdı, söhbət elədi. Bəzi yerlərdə məktub yazdı, bəzi yerlərdə məktub gəldi. Gəldi çatdı Kərbəlaya. Ömər Səədin qoşunu ilə danışdı. Söhbəti oldu, mövzular oldu. Baxın, Mədinədən Kərbəlaya İmam Hüseynin sözləri, çıxışları, məktubları, bunları araşdırsaq, Kərbəlanı anlayarıq. Kərbəlanı anlasaq, elə Hüseyni anlayarıq. Mövzum budur. Mədinədən Kərbəlaya. Qoşuluruq İmam Hüseynə. Gedirik karvanla. İmam Hüseyn elə Mədinədə idi ilk öncə. Elə ki, İmam Həsən dünyasını dəyişdi, Muaviyyə Yezidin beyyətini istədi. Bu beyyət söhbəti gəldi çatdı Mədinəyə. İmam Hüseyn və bir neçə nəfər ətrafında irad bildirdilər. Və Muaviyyəyə xəbər gəldi çatdı ki, Hüseyn narazıdır. Hələ Muaviyyənin dönəmində idi bu hadisə. Ondan sonra Muaviyyə qərara gəldi ki, gələk özüm gedim Mədinəyə. Başqa yol yoxdur. Məsələ çox ciddidir. Və gəlir Mədinəyə. Özdə bir çöhrə ilə gəlir, bir sima ilə gəlir. İmanlı, özünü göstərərək gəlir. Başında qara əmmamə idi. Belə yazır tarix. Əynində qara əba. Və Mədinəyə gəlib çıtandan sonra, 3 gün keçəndən sonra xəbər göndərir. Deyir, yığışsın insanlar. Çıxış eləyəcəm. Peyğəmbər minbərində, başında qara əmmamə, əynində qara əba. Bismillahla başlayır. Allah həmd eləyir və səna eləyir. Çıxışa bax söz, özünü götür söz, deyər söz təqvalı bir insan danışır. Özünü qoyun kənara, bir dənə çıxışına baxın, deyər söz bir təqvalı, müttəqi, Allahdan qorxan, cəmiyyəti düşünən bir insan danışır. Və İmam Hüseyin də həmən məclisdədir. Və başlayır çıxış eləməyə. Və çıxışın bir hissəsində gəlir çatır Yezidin fəzilətlərindən danışmağa. Və fəzilətlərini sadalayır. Bilirsiniz, o Quranı qiraət edən şəxsdir. O nə qədər imanlıdır, siz onu yaxşı tanıyırsınız. Ondan sonra and içməyə başlayır. And olsun Allaha ki, ondan layiqlisini tapsaydım, onu deyərdim. Belə danışır. And içir. Andaman eləyir. Elə oradaydı ki, İmam Hüseyin qalxdı. Oradaydı ki, İmam Hüseyin qalxdı. Sən ondan üstün bir insanı və atası onun atasından üstündür. Anası onun anasından üstündür. Kənara qoymusan onu. Dedi, özünü nəzərə tutursan? Dedi, bəli. Çıxışı belə qurur. Deyir, sən dedin ki, anası onun anasından üstündür. Yəni, Fatimə üstündür. Bunu düz deyirsən. Bəli. Fatimə üstündür. Çünki o Qureyşdəndir və Peyğəmbər qızıdır. Elə bu kifayətdir. O üstündür. Bir-iki dənə söz deyir. Sanki xanım Fatimə salamullah aleyhanın fəziləti elə budur. Qureyşdəndir, Peyğəmbər qızıdır. Ondan sonra deyir, bax, burası düz. Bundan sonrası səhv daxı. Deyirsən, sənin aton onun atasından üstündür. Necə ola bilər məndən üstün olsun Əli ki? İnsanlar məni sevdi, məni seçdi. İmam Hüseyin əleyhissalam ona qayıdır ki, həqiqətən sənin nadanlığına bu yetər ki, dünyanı axirətdən üstün qərar verdin. Yəni, dünyəvi baxırsan məsələlərə. Bəli, sən oldun. Amma bu deməkdir, sən Əli əleyhissalama üstünsən. Ondan sonra qayıtdı ki, bax, ikinci tərəfi də səhv dedin. Sən deyirsən, Hüseyin Yeziddən üstünsən, and ol Allaha ki, belə deyil, o səndən üstündür. Belə and içir, belə danışır.
Səbirlə, özdə helmlə, təmkinlə danışır. Baxın tarixə. Allaha şəhadət verə-verə danışır. Qurandan bir ayə yadıma düşün bunu yazanda. Və minən-nasi mən yu'cibuke qavluhu. Peyğəmbər, bəzi insanlar var, elə danışır, səni heyran eləyir. Qavluhu fil hayatid dunya və yushhidullah ala ma fi qalbih. Allah şahid tutur sözlərinə. Və huvə ələddul xisam. Amma ən qəddar düşməndir o düşmən. Şirin danışır. Özünü müsəlman adlandırır. Amma ən qəddar insandır o. Bu cür danışır. And içə-içə Allah şahid tutup da səbirlə və helmlə. İnsanlar da qulaq asır. Bu münafiqin xüsusiyyətidir.